Üçbucağın iki tərəfi 13 və 15-dir. Deyir onun üçüncü tərəfi çəkilmiş hündürlük bu tərəfdən ayırdığı böyük parça 9 olarsa, üçbucağın perimetrini, üçbucağın üçüncü tərəfini deyir tapın. Şəklimizi çəkək. Tutaq bir tərəfi 13 olsun, bura 15 olsun. Bizə deyir ki, üçüncüyə çəkilmiş hündürlük. Deməli, bunun üzərində deyir ayırdığı böyük hissə 9 cm-dir. Məsələn, burada 9 cm olsa, geri qalanlarını tapaq. Üçüncü tərəfi tapaq. Deməli, üçüncü tərəfi tapmaq üçün, yəni bu hissəni tapmaq üçün bizə bura lazımdır. Bura. İndi onu tapacaq. Əvvəlcə nəyə yazırıq? Baxırıq bu düzbucaqlı üçbucağa. Pifaqoru tətbiq edirik. Hipotenuz var, katet var. Digər kateti tapmaq üçün hipotenuzun kvadratından kotangesin kvadratını çıxarıq. Yəni 225-dən 81-in çıxarıq 144. Və təbii ki, bunu axırda kökə salırıq. Eləyir 12. Demək, bura 12-dir. Əgər bura 12-dirsə, burayla qutardıq. Baxırıq indi digərinə. Bax, bu üçbucağa. Bu üçbucaqda yenə də katet verilib və hipotenuzun 1 verilib. Digər kateti tapmaq üçün 13-ün kvadratından 12-nin kvadratını çıxmalıyıq. Yəni 169-dan 144-ə çıxırıq 25. Axırda da cavabı kökə salırıq 5. Bizə də böyük tərəf, üçüncü tərəf istədiyinə görə 5 ilə də 9-u toplayırıq 14.